Bizim vücudumuzun sükanı tam da öz əlimizdə deyil ki, istədiyimiz vaxt, istədiyimiz istiqamətə çevirə bilək. Bir çox amillərin təsirindədir. Bir çox daxili və xarici amillərin təsirindəyik biz. Hər an ürəyimiz istədiyi hər işi görə bilmirik, hər istədiyimiz səmtə dəyişə bilmirik. Və bunun da bizim üçün çox ağır nəticələri ola bilər. Siz həyatınız boyunca çox sayda yaxşı və pis insanlar görürsünüz ki, elə yaxşılar yaxşı kimi qalır, pislər də pis kimi qalır. Bir ömür yaşayırlar, amma dəyişmirlər. Biz əsasən qarşılaşdığımız adamlar belədir. Elə necə görmüşük, elə də qalır. Yaxşıdırsa yaxşı qalıb, pisdirsə pis. Bir insanın dəyişməsi çox nadir bir hadisədir. Yəni, bir insan dəyişdirsə, bu təəccüb yaradan nadir hadisələrdən biridir. Çünki insanların mütləq əksəriyyəti necə var, elə də qalır. Həyatını elə də sürdürməyə davam edir. Ümumiyyətlə, çox adamın həyat proqramında dəyişmək adlı bir məfhum yoxdur. Çox adam heç dəyişmək haqqında düşünmür. Bəziləri də düşünür, bacarmır, dəyişə bilmir. O filmlərdə zətdə olur ki, məsələn, bir günün içində biri dəyişdi, ona çox inanmayın. O çox rahat mümkün olan bir məsələ deyil. Yeganə amil dindir. Din dəyişməyin əvvəl çətinliyini bizə çatdırır və dəyişməyin çətinliyini nəzərə alaraq bizə dəyişmək üçün yol göstərir. Din dəyişməyin çətinliyini nəzərə alaraq dəyişmək proqramı təklif edir bizlərə. Əvvəla din bizə başa salır ki, dəyişmək asan məsələ deyil, çox çətin məsələdir. Sonra da bizə proqram təqdim edir ki, bax, bu çətinliyi, bu da ki, ona nail olmağın yolu. Dini nöqteyi nəzərdən bir insanın dəyişməsi, tam dəyişməsi, mahiyyətini dəyişməsindən danışıram, bunu yaddan çıxartmayın. İnsanın mahiyyətini dəyişməsi o qədər mühüm məsələdir ki, bir insan gəlib desə ki, mən əvvəldən yaxşı adam olmuşam, dəyişməyimə ehtiyac yoxdur, bu kifayət edir ki, adam bədbəxt olsun və cəhənnəmə getsin. Bir insan ki, dəyişmək haqda düşünmür və deyir ki, elə məndə bu yaxşı-yaxşı xüsusiyyətlər var, bu kifayət edir ki, insan cəhənnəmə düçar olsun. Allah bizə belə deyir ki, mən səni yaratmışam ki, sən dəyişəsən. Ata-anondan 5-10 dənə müsbət xüsusiyyətlər əldə eləyib, bunu gözə soxmayasan. İrsi atadan, anadan hamımıza müəyyən gözəl xüsusiyyətlər keçə bilər. Məqsəd bu deyil. Məqsəd sənin mahiyyətinin dəyişməyidir. Sən bunun üçün yaranmısan. Bu sənin yaradılışının fəlsəfəsidir. Bəzi canlılar var, mən onlardan tez-tez misal çəkirəm. Onlar otlayırlar, heç kəsə də ziyan vurmurlar. Onların xasiyyəti belədir. Onda onların hamısını cənnətə doldurmaq lazım ki, bu hələm heç kəsi hücum eləməyib, təcavüz eləməyib. O yaxşılıqlar ki, bizə xasiyyət olaraq keçib, o yaxşılıqların o qədər də qiyməti yoxdur. Ona baxmırlar. Ona nəzər yetirmirlər. Bizə sual verəcəklər Allah huzurunda dayananda ki, nəyi dəyişmisən? Nəyi dəyişmisən? Dəyişdiyin şeyləri gətir qoyurdu, onda görəcək ki, biz heç nəyə dəyişməmişik. Biri elə mehriban idi, anadan gəlmə belə idi. Biri səxavətli idi, anadan gəlmə belə idi. Bu xislətlər bizə hərdən mane olur, biz həqiqi şəxsiyyətimizə qiymət verək. Bizim din bizlə nə edib? Bunu düşünmürük. Biz məndə bu yaxşılıqlar var. 5 dənə pisliyim varsa, 5 dənə də yaxşılıq. Adamın belə deyək, dəyərinin meyarı bu şəkildə yanaşılmamalıdır məsələyə. Meyar fərqli ölçülür. Kökdən nəyi dəyişmirsən, o nöqteyi nəzərdən bizə dəyər verəcəklər. Yaradılışın fəlsəfəsi budur. Nə yox idi səndə əldə eləmirsən? Nə var idi tərk eləmirsən? Əməldən danışmıram, 5 dənə günahı tərk eləmirsən. Yox, hansı xislətdən azad olmusan? Görün, neçə dənə belə adam var. Çox azdır, çox az.
çox az saydadır. Dəyişmək çox mühüm məsələdir. Dəyişmək lazımdır. Yaxşı xüsusiyyətləri qoruyub saxlamaq, o da bir işdir, amma önəmli bir iş deyil. Bunu məndən yadda saxlayın ki, mənim Qurandan, hədislərdən başa düşdüyüm budur ki, sənə zəhmətsiz əldə elədiyin yaxşı xüsusiyyətlərə əsasən qiymət verilməyəcək. Əgər dəyişməyə cəhd göstərməsən, yaxşılıqlarım da sənin dərdivə dərman eləməyəcək. Dini baxımdan yaxşı adam ümumiyyətlə kimdir? Dini baxımdan yaxşı adam odur ki, dəyişib yaxşı olub. Dəyişib yaxşı olub. Yaxşı qalıb yox. Yaxşı olub, daha yaxşı olmayanlar, yaxşı olub, yaxşı qalanlar və daha yaxşı olmayanlar axırda xarab olurlar. Bu həyatın qaydalarıdır. Quranda bir kəlmə var, o kəlmə hamıya tanışdır. Ən çox işlətdiyimiz sözlərdən biridir, Quranda da çox işlənib. O hansı sözdür? Təqva sözü. Təqva sözüdür. Təqva həmin o dəyişməyi nəzərdə tutur. Təqva deyəndə o dəyişməyi nəzərdə tutulur. Biz deməli bugün dəyişməkdən danışırıqsa, deməli təqvadan danışırıq. Allah bizə yaxşı xüsusiyyətlərimizə əsasən qiymət verməyəcək, təqvamıza əsasən qiymət verəcək. İnnə əkrəməkum indəllahi ətqakum. Allah yanında üstünləriniz təqvalılarınızdır. Demir ki, Allah yanında üstünləriniz, məsələn, yaxşı xasiyyəti olanlarınızdır. Yox, təqvalılarınızdır. Yəni, qazanılmış yaxşı xüsusiyyətlər, qazanılmış. Əvvəldən olan yox. Hansı xüsusiyyətləri qazanmısansa, o xüsusiyyətlər sənin üstünlüyün meyarıdır. Əvvəldən olanlar yox. Nəyi zəhmət çəkib qazanmısan? Öz üzərində çalışıb qazanmısan? Bax, bu üstünlük meyarıdır. Əvvəldən ata-anamdan mənə keçib ki, mən səxavətli adamam. Ata-anamdan mənə irs keçib, mən mehriban adamam. Valideynlərimdən mənə irsi olaraq, genetik olaraq belə bir xüsusiyyət keçib ki, mən, məsələn, şücaətli adamam. Bu, üstünlük meyarı deyil. Bu iş deyil. Xəsis adam idin, təbiətin xəsis idi, oldun səxavətli adam. Bax, bu təqvadır. Təqvadır. Zəhmət çəkdin öz üzərində, o xislətdən azad oldun, yerinə fəzilət gətirdin. Buna deyirlər təqva. Az adam var. Razılaşarsınız mənlə. Mən sizə, belə deyim, öz görüşlərimi demirəm. Siz diqqətlə həyatda sizi əhatə edən insanlara baxın, namaz qılan, qılmayan fərq eləmir. Az adam var ki, dünən xəsis idi, bugün səxavətli olub. Yox dərəcəsində azdır. Namaz qılandı, səxavətlidir, elə əvvəldən səxavətlidir. Namaz qılandı, xəsisdir, elə əvvəldən xəsis idi. Namaz qılanlar çoxdur. Cümə namazına gələnlər çoxdur. Aşura günə əzadarlığa gələnlər çoxdur. Amma dünən bir xislətdə olub, bugün başqa xislətdə olan adamlar azdır. Hansısa əməli tərk eləyən insanlar da var. Dünən söyüş söyürdü, üzr istəyirəm, bugün dilinə söyüş gətirmir. O da ola bilər. Amma yox, mahiyyətini dəyişən adam. Xislətlərini dəyişən adam. Barmaq hesabı qədərdir. Hətta deyərəm ki, yox dərəcəsindədir. Yox dərəcəsindədir. Yəni, yox demirəm, cürət olar, yox mümkün deyil adam desin. Amma o qədər azdır ki, yoxa yaxındır. Təqva deyiləndə bu nəzərdə tutulur. Zəlik Quranın əvvəlindədir, Quran ayəsinin, Bəqərənin əvvəlində. Quranı açırıq, Fatihədən sonra Əlif lam mim zəlikəl kitabu la raybə fih hudəllil muttəqin. Bu elə bir kitabdır ki, onda heç bir doğruluğuna şübhə yoxdur və bu təqvalılar üçün hidayət kitabıdır. Yəni dəyişməyi bacaranların dərdinə dəyəcək bu kitab. Bu gəlib səni dəyişdirsin, dəyişdirmək üçün gəlib. Səni yaxşı qoruyub saxlamaq üçün yox. Yaxşı qoruyub saxlamaqda yardımcı ola bilər, amma dəyişmək üçün göndərilib bu kitab. Təqva zəhmətsiz yaxşı olmaq deyil.
dərdsiz, sərsiz yaxşı olmaq deyil. Özünlə mübarizə aparmadan yaxşı olmaq deyil. Təqva dəyişilməkdir. Pis idin, dəyişib yaxşı oldun. Bax, bu hünərdir. Və bunun neçə gündür, biz neçə cümədir qeyd edirik ki, dəyişmək asan məsələ deyil. Dəyişmək çox çətin məsələdir. Hər dəqiqə baş verən bir şey deyil. Dəyişmək üçün istisna fürsətlər olur həyatda, hər gün olmur. Mənim bu söhbətlərimin mənası budur. Ki, dəyişmək hər dəqiqə mümkün olmur. Həyatda müəyyən fürsətlər olur dəyişmək üçün. Həyatda müəyyən məqamlar olur dəyişmək üçün. Onu tapmalıyıq. Hər dəfə danışanda öz-özümə fikirləşirəm ki, dünyanın ən mühüm mövzusudur bu. Bəlkə bu mənə elə gəlir, adam öz seçdiyi mövzulara belə etiqad bəsləyir ki, mən. Amma baxırsan, görürsən ki, bir şey ki, dinin məqsədidir və bir şey ki, az adama müəssər olur, buna nail olsun. Düşünürsən ki, kaş ki, bunu insan dərk eləyərdi, önəmini başa düşərdi. İnsan o qədər çətindir ki, həyatının hər dəqiqəsində mən qərar verdim, mən sabahdan dəyişirəm, valla belə olmur. Mənim andıma nə ehtiyac var? Gedin təcrübə eləyin və eləmişsiniz də. Çoxları deyir, yorulmuşam öz əlimlə. Nə qədər demək olar alınmır, nə qədər demək olar alınmır. Yolunu bilmirik bəzi şeylərin, ona görə. Bəzən də bilirik, danışırıq mənim kimi, amma özümüz də o fürsətlərdən istifadə eləyə bilmirik. O fürsətləri tapmaq lazımdır. O istisna fürsətlərdir həyatdakı, o məqamda dəyişmək olur. Hər dəqiqə dəyişə bilmirik. Hər dəfə fürsət verilmir. Hərdən bir fürsət verilir ki, vəziyyətimizi dəyişək. O fürsətləri tapmaq lazımdır. İctimai baxımdan da belədir. Məsələn, belə deyək, deyirlər bir xalqın tarixində bir fürsət yarandı. Tarixində bir fürsət yarandı, xalq taleyini dəyişdi. Məsələn, biz 70 il Sovet hakimiyyəti dönəmində yaşamışıq. O dövrün hər hansı birində biz mübarizəyə qalxsaydıq, o demək deyil ki, biz azad olacaqdıq. Bir fürsət yarandı, tarixi fürsət. 90-cı illərdə. O fürsətdən biz də bir xalq olaraq yararlandıq və azadlıq əldə elədik. Sovet İttifaqı dağıldı. Sovet İttifaqının dağılması üçün bir fürsət yarandı. İctimai proseslərdə, tarixi proseslərdə belədir. Müəyyən bir qanuna uyğunluq əsasında hərəkət eləyir, bəzən bir fürsət yaranır. Zirək xalqlar o fürsətdən istifadə edib dəyişirlər, müqəddəratını dəyişirlər. Amma insanın özünün dəyişməsi daha mürəkkəb prosesdir. Çünki çox mənəvi amillərə də bağlıdır. Mənəvi amillərə də bağlıdır, çox daxili və xarici amillərə bağlıdır. Elə bil ki, biz dar bir koridorla hərəkət edirik, bir dəhlizlə hərəkət edirik, məsələn, bağlı qapılardır. Hərdən bir ani olaraq bir qapı açılır, ani olaraq. Biz o qapıdan daxil olub hərəkət istiqamətimizi dəyişə bilirik. O anda, o açılan anda çevrilmədiysə keçdik, yenə də həmin o istiqamətdə xeyli gedəcək. O qapılar hərdən ani olaraq açılır, o anları tutmaq lazımdır. O anları, o dəyişmə anlarını tapmaq lazımdır. İnsan daxili və xarici amillərin təsirindədir. Hərdən bir qapı açılır ki, dön bu tərəfə, qəflətdə qaldın, keçdin. Məsələn, yolda deyir sürücü ki, dönməliydim, keçdim. O dönmək anını gərək tapa biləsən. Yoxsa elə hər vaxt ürəyim istəsə dəyişə bilərəm. Bu məntiqlə insan gərək yanaşmasın. Mən başa düşürəm, biraz ola bilər ağır və üzücü bəhs kimi görsənsin sizə. Amma həmişə elə keyf üçün danışmalı deyilik məncə. Lazımdır ki, lazım olan sözləri danışaq. Biz hərəkət istiqamətimizin müəyyən eləmək həmişə öz ixtiyarımızda deyil. İnsan ruhunda hansı nöqtələr var ki, dəyişmə nöqtələridir? Bunları tapmaq üçün insan vücudunu gərək araşdıraq. Əvvəl gərək bunu müəyyən eləyək.
diqqət edirsiniz, əvvəlcə bunu müəyyən eləyək ki, dəyişmə nöqtələrini tapmaq üçün hansı amillər dəyişməyimizə mane olur? Nə mane olur dəyişməyimizə? Ondan sonra bilək ki, nə qədər çətindir. Bəzi amillər var ki, imkan vermir bizə dəyişək. Əvvəl baxaq görək, niyə biz hər an dəyişə bilmirik, niyə bu qədər çətindir, sonra dəyişmə nöqtələrini tapaq. Dəyişməyin çətin olduğunu başa düşərək axtaraq, sonra da qədrini bilək. Biz bilsək ki, bir şey çox çətindir, deməli çox mühüm məsələymiş. Çətin şey mühüm məsələ olur adətən. Asan şeylər əhəmiyyətli deyil. Bu qədər çətindir ki, əvvəl gərək mən çalışıram ki, bu söhbətlərdə sizə dəyişməyin çətinliyini izah edim, inandırım sizi, sonra biləsiniz ki, bu qədər çətindirsə görün nə qədər önəmlidir, ondan sonra önəm verəsiniz, o anlardan daha düzgün istifadə eləyəsiniz. Çətin olduğunu başa düşməsə, önəmli olduğunu da anlaya bilməyəcəyik. Bir daha bu ayəni sizin yadınıza salıram. İki cümlə, ikisində də bu ayəni dedim. Buyurur Quranda ki, Qul kullun ya'malu ala şakilətihi. Buyurur ki, hər kəs, hər bir adam öz şakiləsinə uyğun əməl eləyir. Şakilə nə deməkdir? Ərəblər heyvanların ayağını, ərəblər deyəndə heyvanın ayağını müəyyən kəndirlərlə bağlayırlar. Ərəblərdə də bu vardı, dəvənin ayaqlarını məsələn bağlayırdılar ki, ora-bura hərəkət eləməsin. O bağlanan kəndirə şikal deyilir. Şikal o dəvənin ayağını bağlayan kəndirə deyilir. Şikal, şakilə o sözdən alınıb. Şakilə insanın bütün fəaliyyətini daraldan, o kəndir kimi ona sarılan insan mahiyyətidir. İnsan əxlaqının məcmusudur. Xüsusiyyətlərinin məcmusudur. İnsanın bir sabit şəxsiyyəti var hər birinin. Hər birimizin bir mahiyyətimiz var. Bizim şəxsiyyətimizin əsasını təşkil edən bir mahiyyətə malikik biz. O mahiyyətə ərəb dilində şakilə deyirlər. Şəkil sözü də biz deyirik, o sözdür. Şəkil. Ruhunun bir şəkli var. Ruhunun bir şəkli var. O bizim mahiyyətimizi təşkil edir. İnsanın bir sabit əxlaqı var. Onun dəyişməyinə imkan vermir adama. Əxlaqdır ki, adamın dəyişməsinə mane olur. Bizim içimizdə kök salmış xüsusiyyətlərimiz var. Bunlar kəndir kimi bizi bağlayır, bizə imkan vermir hər istiqamətə gedək, hər an, hər səmtə gedək. Yəni, sən busan, adam özünə, mən buyam. Mən buyam və hər dəqiqə bunu dəyişə bilmirəm. Dillər filan kəs budur da, bundan artıq gözləmə. Bax, o bu var, bu, onun o həqiqəti, kimliyi, o kimlik şakilədir. Onu dəyişmək çox çətindir. Gərək qapı-qapı gəzib fürsət axtarasan onu dəyişmək üçün. Bir dənə moizə ilə, 2 dənə moizə ilə, 17 rükət namazla bir günə düzələn məsələ deyil. Gərək axtarasan. Bir sıra əxlaqi xüsusiyyətlər var ki, adamlar ona uyğun davranır. Buna onun xasiyyəti də deyirik. İndi istəyirəm, dəyişim mən məsələn, qərar verirəm. Belə bilirsən, elə rahatdır. Yox, bu kök salıb, bu sənin mahiyyətindir. Çox çətindir bunu dəyişəsən. Səthi dəyişə bilərsən, üzdən dəyişə bilərsən. Köklü dəyişiklikdən danışıram. Bir adam bir dənə köklü xasiyyətini dəyişsə, yol gedir, mələklər başına fırlanır onu. İftixar edir, layiqdir. Yol gedir, mələklər deyir, baxın, insan gəlir. Bir dənə adam bir xüsusiyyətini dəyişə bilsə. Mələklər başına təvaf eləyir, minlərlə mələk təbrik deyir. O aləmi görə bilsəydi, bir adam bir xüsusiyyətini dəyişibsə, göylərdə əziz olur. Deyirlər, bu insan adına layiq insandır. Buna deyərlər adam, buna deyərlər insan. O qədər çətindir. Həssas bir andır. Bir dənə köklü xasiyyət ürəyindən çıxdısa, bil ki, çox irəlilədin. Göylərin iftixar amilisən. Hamı sənə baxır, fəxr eləyir. Mələklər, məsələn deyə də belə məcazi, qurban kəsir ayağının altında, yol gedəndə. İnsanın ruhunun bir şəkli var, həmin o şakilədir, o rahat dəyişmir. Niyə görə, niyə dəyişmir? İcazə verin, bir neçə dəqiqədə bunu izah edim. Mən sizə sadə bir misal deyim. Bir dənə paltar seçirəm özümə. Paltar almağa getmişəm. Baxıram, deyirəm, bu kostyumu mən özüm üçün seçirəm. Filan kostyumu.
Sən elə bilirsən bu qərarı bir anın içində verdin. Sənin bu kostyum seçimi və yüzlərlə daxili amilin təsir qoydu. Yüzlərlə amilin. Niyə məhz bu rəngi seçdin, digərini seçmədin? Niyə məhz bu şəkildə paltarı seçdin, digərini seçmədin? Bu amillər sənin daxili xüsusiyyətlərindən qaynaqlanır. Bundan müəyyən eləmək olar, sən qorxaqsan, xəsissən, məqampərəstsən, dünyapərəstsən. Sənin istəklərin, xüsusiyyətlərin məcmusu bir dənə kostyum seçimi və təsir qoyur. Biz elə bilir, elə indi qərar verdim, seçdim. Belə deyil. O seçimə 100 dənə amil təsir qoyur. Mən sadə misal çəkdim. İndi get yuxarı mənəvi seçimlərə bax. Mənəvi seçimlər də belədir. İnsanın köklü xüsusiyyətləri var ki, adamın bütün qərarlarına təsir qoyur. Sən elə bilirsən, mən azadam, qərar verirəm, özüm qərar. O özüm nə deməkdir? O qərarva 100 dənə içində olan amil təsir qoyur. Sən deyirsən, mən öz iradəmlə seçirəm. Amma iradəvə nə təsir qoydu? 100 dənə xüsusiyyət. İradəvə 100 dənə xüsusiyyət təsir qoydu. Sən iradəvə əsasən seçirsən, düzdür. Amma iradən o qədər də azad deyil. Deyirsən, mən istədim, mən istədim. Bu mən var ki, istəyir. O mən xasiyyətlərin əsiridir. Ona xasiyyətlər diktə eləyir, sən elə bilirsən azaddır. O mənə xasiyyətlər diktə eləyir, bunu seçsən, deyirsən, mən özüm seçirəm. Özünsən, amma bu özə nə qədər amil təsir qoyur. Sən gərək xüsusiyyətləri kökdən dəyişəsən ki, seçimlərin dəyişsin həyatda. O qədər özü azad bilmə, hər nə istəsəm seçərəm. Yox, o seçimi və təsir eləyən 1000 dənə xüsusiyyət var ki, onları dəyişmədən doğru seçimə gəlib çata bilməzsən. Sən deyirsən, mən düşündüm, fikirləşdim, elə rahat deyirsən, düşün. Sənin bu düşüncən var, ona nələr təsir qoydu? Niyə belə düşündün? İçində 100 dənə xasiyyət var ki, sənin düşüncəvi əsir elədi, bu səmtə yönəltdi. Əxlaqi xüsusiyyətlər. Hədisdə var, xəsis adamla məşvərət eləmə. Simiz də deyirik də biz, simiz adam, xəsis adam. Xəsis adamla məşvərət eləmə, niyə görə? Çünki onun xəsisliyi fikrinə təsir qoyur. Onun fikri xəsisliyinin diktəsi ilə meydana gəlir. O məşvərət eləyəndə onun arxasında xəsisliyi gizlənib, onunla məsləhət eləmə. O azad düşüncəli insan deyil. Onun qərarına, fikrinə xəsisliyi təsir qoyur. Bu hədisi müasir dildə desək, müasir dildə. Gərək belə deyək ki, xəsis adam məqalə yazdısa oxuma, məsələn. Kinli adam kitab yazdısa oxuma. Dünyapərəst adam ssenari yazdısa, o ssenari əsasında çəkilən filmə baxma. Onda kim qaldı ortada? Onda gərək heç kəs heç nə yazmasın. Bilmirəm, bir yol tapmaq lazımdır. O ki, deyirəm, otursan filmə baxırsan, onun fikrinin məhsuludur, onun təsirindəsən. İçində 100 dənə amil var, onu yazanın, onu ərsəyə gətirənin, hamısı onun fikrinə təsir qoyur. Sən də onun olursan şəhvətinin əsiri, olursan onun xislətlərinin əsiri. Görün, nə qədər incə məsələdir. İnsanın düşüncəsi düşündüyümüz qədər azad deyil. İnsanın dəyişməz bir sabit şəxsiyyəti var. Bəziləri deyir ki, eşidək, bilək, belə sadə yanar. Cavanlar, mən də cavanlığımda bəlkə belə düşünərdim, bilmirəm, düşünür, yadıma da gəlmir. Deyirsən ki, məsələn, eşidim, bilim, öyrənim, çox sadə olur, cavanlıqda hər şey, 2 vur 2, 4 də elə bilirik. Öyrənim, bilim, gedim, əməl eləyim, dəyişim. Belə deyil. Sənin öyrəndiklərin ki, eşidirsən, məlumat. O eşitdiyin məlumat xislətlərin süzgəcindən keçir. O xislətlər o məlumatı təhrif eləyir. Eşidirsən, İçvəl gedib o məqsədə çatanacan, artıq təhrif olunur o. Şəkili dəyişir. Görürsən, birinə belə deyirsən, başqa cür anlayır. Deyirsən, axı, mən belə deyirəm, bu başqa cür anlayır. Niyə? Çünki onun sifətləri, məlumat ki, informasiya bizə tərəf gəlir, birincisi sifətlərlə toqquşur. Toqquşur sifətlərlə, onlar informasiyanı dəyişir, o xasiyyətlər. İnformasiyanı dəyişir və başqa cür eşidir sözü. Sən bir cür deyirsən, o başqa cür anlayır. Biz dünyaya xasiyyətlərimiz pəncərəsindən baxırıq, aləmə. Bizim xüsusiyyətlərimiz hər həqiqəti özünü uyğunlaşdırmaqla məşğuldur. Deyirsən, mən qərar verdim, amma o mənə o qədər xüsusiyyətin təsir qoyur. İradəvə təsir qoyur.
Əvvəl gərək daxili xüsusiyyətləri dəyişəsən ki, iradən azad olsun. Ona görə azad olmaq o qədər asan məsələ deyil. Deyirsən, öz iradəmlə seçdim, amma bu iradəni 100 dənə xüsusiyyət yönəltdi o yan bu yana. Sən bir rəsm əsərini bəyənirsən, mesela 10 dənə əsər qoyublar, sən bunu seçirsən, psixoloq gəlir deyir, səndə bu xüsusiyyətlər var. Xüsusən son dövrlərdə bəziləri yalandı, amma bəzilərində həqiqət var. Rəngləri qoyur, rəngləri. Son testlər var. Bu rəngi seçdim. Filan şey sənin üçün hansı rəng tərənnüm eləyir? Seçirsən, rənglər əsasında deyil, səndə məsələn filan zəifliyi var, filan xəstəliyi var. Seçimlərimiz xüsusiyyətlərimizin güzgüsüdür. Əsir eləyib bizim seçimlərimizi. Bu xüsusiyyətləri dəyişməsək, seçimimizi dəyişə bilməyəcəyik. İndi gəl dəyiş görüm necə dəyişirsən. Və bunu da deyim, həyəcan təbilidir bu. İnsan elə bir varlıqdır ki, dini də ona ver, dini öz şəklinə salacaq. Dini də özünə uyğunlaşdıracaq. Bax, ən təhlükəlisi budur. Dini də özünə uyğunlaşdıracaq. Adamların çoxsu dinə uyğun dəyişmir, dini özünə uyğun dəyişir. Bugün nə qədər vacib məsələdir. Bugün nə qədər önəmli məsələ. Cəmaat dinlər arasında avara qalıb, din, hamısı din. Cəmaatın çoxu dinə uyğun dəyişmir, dini götürür, özünə uyğunlaşdırır, dini dəyişir özü üçün. Gör, bu xislətlər nə qədər təsirlidir. Xəsis adam dini ayələrə baxır, hədislər tapır, qəşəng-qəşəng, söykənir onlara, öz xəsisliyinə davam eləsin, bəraət qazandırsın. Birində 1 manatı qalıb, bir adam gərək haqqını tələb eləsin, haqqımdır, elə haqqı bərk qışqırır ki, heç başqa yerlərdə haqda düşünmür. Haqqı tələb eləmək yaxşıdır, amma bax gör qaynağı nədir? Sən haqq tələbsən doğrudan, yoxsa xəsislikdən haqq davası aparırsan? İstinad nöqtəndə ayələr, hədislərdir. Gözəl şəkildə ayələri vasitə eləmsən. Biri-birini görsən tənqid eləyir. Deyir, haqqı demək lazımdır. Mən haqqı gərək deyim. Haqq, hər sözündən biri haqqdır. Amma baxırsan, görsən ki, həsəddir bunu danışdıran. Bu adama qarşı bunun ürəyində həsəd var. Bunu ürəklə tənqid eləyir. Sən belə hər yerdə haqq danışansan, görürsən, yox, bu heç elə haqq danışan adam deyil. Biri qorxaqdır, azizdir, dinin sülh hissəsini götürür, din sülhdür. Biri mərhəmətlidir, mərhəmət ayələrinə istinad edir. Biri aciz adamdır, zəif adamdır. Biri ona pislik elir, deyir, mən bağışladım onu, böyük bir iş görüb. Sən hünərin var, bağışlama görün, əlindən nə gəlir? Qüdrəti olsa atasını yandırar. Gücü satsa atasını yandırar, deyir, Allah deyib ki, məsələn, sənə pislik elənləri bağışla. Allahı qatma ortaya, dini təhrif eləmə. Allah deyib, amma sən doğrudan da Allah dediyinə görə, sən azizsən, sən gücün çatmır ona, qüdrətin çatmır, dinlə onu əsaslandırırsan. Biri isə şücayətlidir, qisas ayələrindən. Yox, mən gərək haqqımı alam, onunla qisas alam. Allah qisas deyib Quranda. Bir adam var, məsələn, həyətdə davakardır, hamı ilə dalaşır. Adam axtar, düşür, səhər görsün, kimə sataşım, dava eləyim. İndi bu namaza gəlib, dinə gəlib, həmin o xislət var axısın, deyir, görüm kimlə dalaşım. Görüm nə olsun, din adı ilə dalaşsın da bu dəfə. Din adı ilə cihad ayələrinə istinad eləyim, öz davamı apar. Bu xislətini təmin eləyir. Bu həmin o məhəllədə davakar olan bir uşaqdır, çılğın bir uşaq. İndi gəlib dinə o çılğınlığını Quran ayələri ilə həyata keçirməyə başlayır ki, onunla bununla dalaşsın, adını qoysun ki, məsələn, mən cihad eləyirəm. Belə nə qədər nadan indi müsəlmanlar var, görürsünüz ki, cihad adı ilə nələr eləyir. Bəziləri də heç o şücayətdən qaynaqlanmır. Başqa 100 cür amil var, otursun danışmağa. Sifətlər dini də təhrif eləyir. Sifətlər dini də təhrif eləyir. Dinin də təhrif olunmasına gətirib çıxardır. Bizim içimizdə fitri istəklərimiz var. Sözümü yavaş-yavaş nəticəyə doğru istiqamətləndirim. Fitri istəklərimiz var.
Biz hamımız əbədiyyət tələbi, biz hamımız ləzzət tələbi, Allah bizi belə yaradır, rahat tələbi. Biz hamımız gözəlliyi sevirik. Fitri istəklərimiz ki var, bütün insanlarda ortaqdır. O istəklərə genetik xüsusiyyətlər, mühit, tərbiyə təsir qoyur və onları yavaş-yavaş şəklini dəyişir. Hamı səxavəti sevir, amma biri biraz çox, biri biraz az. Bu tərbiyədən, ata-anadan aldığı xüsusiyyətdən asılı olur. Hətta torpağın təsiri var. Hədisdə var, şoran torpaqda yaşayan adamla, məsələn, meşədə yaşayan, meşə ərazisində yaşayan adamların əxlaqında fərq var. Demirək, kimsə üstündür, kimsə. Yəni, onların əxlaqına bu da təsir qoyur. Bu olur şakilə, şakilə halına gəlir. Bu olur insanın mahiyyəti, Allah dilində bu nöqtədən başda hərəkət eləməyə. Bu nöqtədən başda hərəkətə. Və məqsəd dəyişməkdir. Yaşayırıqsa dəyişmək üçün. Pis xüsusiyyətlərdən azad olub, yaxşı xüsusiyyətlərə sahib olmaqdır. Amma adətən insanlar dəyişmir. Biz yaxşılıqlarımızla, pisliklərimizlə sülh sazişi imzalayırıq həyatımızda. Yaxşılıqlarla da, pisliklərlə də. Sülh şəraitində yaşayırıq. Onlarla mübarizə aparıb dəyişmək istəmirik. Din gəlir, kömək eləsin ki, biz dəyişək. Biz hərdən nə edirik? Dini başlayırıq dəyişməyə. O bizi dəyişməkdən biz dini dəyişməyə başlayırıq. Xüsusiyyətlər o qədər mühümdür. Hədislərdə var, bir adam cihad eləyir. Amma təbiətən şücayətlidirsə, cihadının o qədər də böyük qiyməti yoxdur. Niyə? O asandır onun üçün. Bəs neynəsin? Cihada getməsin, torpağı qorumağa getməsin. Şücayətli olsun. Olmağına olsun, amma başqa xüsusiyyətlərini dəyişsə, şücayəti ağlının tabeçiliyinə gələcək, onda dəyər qazanacaq. Din gəlməyib bizə 5-10 dənə yaxşı iş gördürsün, 5-10 dənə də pis işlərdən bizi çəkindirsin. Din dəyişmə proqramıdır. Hərdən birini çox tərifləyirlər, özü də təəccüb eləyir. Deyirlər, filan mömin var, bilirsən, nə əxlaqlıdır, nə mehribandır, filan. Sonra gedirsən, o müminin namaz qılmayan atasına baxırsan, görürsən ki, o da elə çox əxlaqlı, çox mehribandır. Bu mömin özü də təəccüb edir ki, axı, mən heç elə, mən belə görmüşəm. Amma göylərdə elə qiymət vermirlər, səndə bir yaxşılıq görən kimi 5 verdik sənə, yox. Araşdırır görək ki, bu yaxşılığı əldə eləmirsən, yoxsa elə təbiətin belədir. Buna əsasən qiymət verir. Dəyişib bu, dəyişibsə bəli, onda 5 düşür buna. Zəhmət çəkibsə onda 5 düşür. İnsanlar əxlaqlarının əsiridir. Bitirirəm sözümü, bitirirəm. İnsanın, son olaraq bunu deyirəm, daxilində olan bir meyil, bir istək, başqa meyillərdən qaynaqlanır, müqəddiməsiz olmur. Hər bir meyil, bir silsilə meyillərin nəticəsidir. Sən məsələn filan köynəyi alırsan, elə seçirsən o köynəyi. Deyirsən bu köynəkdən xoşum gəlir, bu elə belə deyil. Səndə bundan əvvəl bir xüsusiyyət var ki, bu köynəyi alma meyli və təsir qoydu. Məsələn, sən dəbdə olan bir şey almağı sevirsən, dəbdə olanı sevirsən. Bəs dəbdə olanı niyə sevirsən? Filan səbəbə, sən şöhrətpərəstsən, şöhrətpərəstsən. Onda o saat deyəcəksin, dəblə giyinməsin möminlər. Dəblə giyinsin. Bəzən lazımdır ki, doğrudan da dinin izzəti üçün bunu eləyəsən. Amma tez mənə leksiya oxuma ki, mən din üçün mömin belə, mömin elə. Bəlkə bu şöhrətpərəstlikdən qaynaqlanır. Brend paltar giyinməyin. Ki, kimdənsə dala qalmayın, mənə gülməsinlər. O bir dənə paltar seçimin 50 dənə istəklərin məcmusudur. Əsirsən sən, ona uyğun seçim edirsən. Ona uyğun qərar verirsən. Ki, kimlərinsə yanında belə, dost belə, o belə geyindi, mən belə geyindim. Yox, sən dinə gətirib onu bağlamaq elə də asan məsələ deyil. O saat demə, mömin. Belə olsa çox yaxşı. Ağlın hökmünə eləsən çox yaxşı. Bütün istəklər başqa istəklərin məcmusudur. Müqəddiməsiz bir meyl yoxdur. Tor kimi deyə bilirsiniz, torun içindəyik elə bil biz. İndi gəl azad ol. Gəl azad ol. Sözümü yekunlaşdırıram. 5-6 dənə, məsələn, 7-8 dənə bilmirəm. Anlar var, nöqtələr var, dəyişmə anlarıdır. Hələ demirəm bugün. Gələn həftə qismət olsa başlayarıq deməyə, kim istəmir gəlməsin daha gələn həftədən. Çünki gəlsə, bilsə məsuliyyət yaradacaq. Əvvəldən mən elan edirəm. Xahiş edirəm, gəlməyin istəmirsinizsə. Biz axı məqsəd deyil, adamı toplayaq bura.
Denən ki, getmədim. Amma getmədimin də sonra söhbəti çox olacaq qiyamətdə ki, niyə getmədim? İndi hər halda mən məsləhət bilirəm ki, çünki sabah Allah o fürsətləri çıxardacaq, deyəcək, bilirdin sən. Bu sözləri ki, eşitdiniz, sonra görəcəksən o dəyişmə məqamları çıxacaq qabağına. Başlayacaqsan ki, ondan istifadə edəcəksən, yoxsa yox. Mən bilirəm, biz çox şey görə bilmirik. Bir adamı öldür, din yolunda 1 manat xərcləyə bilmir. Xərcləyə bilmir. Moizə elə, ağlat, güldür, danış, xeyri yoxdur. Deyir, bəh, gözəl, amma məndən heç 1 manat da istəməyin, xahiş edirəm. Bacarmır, eləyə bilmir bunu. Bacarmır bunu. Amma bir fürsət var ki, o xəsisliyi kökdən dəyişmək. İndi bunun bacarmaması təbiidir. Bunda xəsislik var. Amma bir fürsət var ki, o xəsisliyi kökdən dəyişə bilər. Onda istifadə eləmədisə artıq qınanır. Dua eləyin bütün günü Məhərrəm ayında ki, Allah o fürsətlərdə bizi oyatsın. Allah oyatsın. Çünki Allah bəzən fürsət verir, bizi oyatmır. Bilirsiniz niyə? Deyim, mənim bundan xoşum gəlmir. Gərək nazın çəkəsən. Axı biz dəyişəndə Allahın ağuşuna gedirik. Biz bir şey dəyişdiksə Allah bizi bağrına basır. Sən xoşlayarsan hər adamı qucaqlayasan, bağrına basasan. Dəyişmə axı elə belə bir şey deyil. Dəyişdinsə getdin Allahın qucağına, ağuşuna alır. Məcazi mənada. Sabah deməsinlər Allahın qucağı olmur. Məcazi mənada. Yəni Allaha yaxınlaşdın. Allah səni gərək bəyənsin. O dəyişmə anında sənə fürsət versin. Yoxsa bu pis qoxu verən adam, mən onu bağrıma basmaq istəmirəm. Hər adamı qucaqlamaq istəyirsiniz, Allah da belədir. Görsə ki, ləyaqət var, arzulayırsan, istəyirsən, dəyişmə anında özü oyadacaq ki, bax, dəyiş gəl mənə tərəf. Ola bilər ki, adamı Allah bağışlasın, amma bağrına basmasın, o da ola bilər. Bir dənə misal deyim, sözümü tamamlayayım. Vəhşi Həzrət Həmzənin qatilidir. Tövbə elədi, müsəlman oldu, Allah bağışladı. Amma Peyğəmbər dedi ki, gözümə görsənməz. Biz bəzən elə işlər görürük ki, bağışlanarıq, amma Allah deyər, bağışladım, amma mənə yaxın gəlməsin. Belə bir şeylər də ola bilir. Bağışlanmaq təkcə şərt deyil. Dəyişmək önəmli bir məsələdir. Kim istəsə gələn həftədən gəlsin, qulaq assın. Kim istəmirsə, edən deyirəm ki, gəlməsin ki, sabah Allah deyəcək ki, dünən bilmirdim, bugün bildin. Biləndən sonra Allah o fürsətləri qabağımıza çıxardacaq və lazımdır ki, o fürsətlərdən inşallah lazımlı şəkildə istifadə eləyək.